İndi isə uşaqlar 4-cü qrupun sınaq izahlarına baxaq. Deməli 31-ci sual. Molekul və ion verib X2O, elektron sayını verib 10. Bunun proton bir X versək, X vurulsun 2, üzərinə gəlsin 8 bərabərdir ona. Buradan X-i tapırıq 1. O biri YO4 deməli 2 mənfi. Burada isə verib 50 elektron. Y-in protonuna bir Y desək, üzərinə gəlsin 8 vurulsun 4, üzərinə gəlsin 2 bərabərdir 50-yə. Buradan Y bərabərdir 16-ya tapırıq. Bizdən isə X2, Y-in elektron sayını soruşur. 2 vurulsun 1 plus 16, o da elədir 18. Sualın üçün cavab 31-də eləyəcək D variantı. 32-ci suala baxaq uşaqlar. Karbon qazının verilmiş həcmləri. Məsələn, karbon qazının 22,4 litri molekul və kütlə ilə verib. Gəl bir dəfə molekul hesablayaq. Məsələn, 6,2 vurulsun 10 üstü 23 sayıdadırsa, 4,48 litr nə qədər eləyəcək uşaqlar? X bərabər neyniyib? 2-yə vurub ona bölüb. 2-yə vursaq 12,04 vurulsun 10 üstü 23. Ona bölsək 22. Bunu da 1,204 vurulsun təzədən 10 üstü 23 yazmaq olar. Onda 2 gəlir Rum rəqəmindən 1-ə düşür. Cavabım ya C-dir, ya D-dir. Bir dənə 5-ə baxaq. 22,4 litrinin kütləsi əgər 44 qramdırsa, bizə verib 17,6 qram X litr. Buradan X bərabər neyniyək uşaqlar? 4-ə vuraq, ona bölək 8,96 eləyər. Onda 5 gəlib 2-yə düşəcək. O da cavab C variantı olar. Baxaq 33-cü suala. Üçlü butil radikalı ilə hidroksil qrupunun buraya yazaq. Bu da olsun üçlü butil radikalı. Molekulunda bir asimetrik karbon atomu var. Alına birləşmək üçün hansı ifadələr doğrudur? Yoldaşlar, burada asimetrik karbon yoxdur. Çünki bu karbona 3 hidrogen, bu karbona 3 hidrogen, bu karbona 3 hidrogen, o cümlədən bu karbona 3 dənə metil qrupu birləşib. Bir səhvdir, bir yanlışdır, bir yanlışdır. Dietil efir nizamiyyədir, bəli. Bunun ümumi formulu C4H10O-dur. Dietil efirdə nədir yoldaşlar? C2H5O, C2H5. Bunun da ümumi formulu budur. Bunlar bir-birindən sinflərarası nizamiyyədir. 2 doğrudur. 2-dirsə bu variant getdi. 2, 3, 2, 3, 5, 5, 4 ilə 6-ya baxaq. Molekulunda 3 ədəd birlik karbon atomu var, doğrudur. 1, 2, 3 ədəd birlik karbon atomu var, 6 da doğrudur. 1 mol natriumdan 1 mol hidrogen yoldaşlar, bir atomlu spirtlərin 1 mol natriumdan 0,5 mol hidrogen ayırır. Ona görə cavab 33 olacaq C variantı. Ekran kaydı gedir. 34 reaksiya sxemi üçün hansı ifadə doğru deyil? Uşaqlar, zaman keçdikcə reaksiyanın sürəti azalar. Yəni reaksiyanın sürəti artmır. Zaman keçdikcə başlanğıc maddə sərf olunduqca başlanğıc maddə miqdarı azalır, azalırsa artıq reaksiya girməyə maddə qalmır. Belə başa düşün. Yəni reaksiyanın sürəti zaman keçdikcə azalır. Gəlir 35-ci suala. Məhlul arasında ionların sayının zamanla hansı qrafik? Yoldaşlar, gümüş bir nitrat. Mən birinci metalı yazıram. Üzərinə gəlsin xlorid turşusu. Xlorid turşusu nitratı sıxışdırıb çıxarır. Burada arginin xlorid çöküntüsü alınır. Burada alınır HNO3. Başlanğıcda gümüş bir nitrat 1 moldur. Bu 3 moldur. Yoldaşlar, bunun 1 molu ilə 1 molu reaksiya daxil olur. Bu zaman 1 mol bundan əmələ gəlir, 1 mol da bundan. Onda elə başlanğıcda 1-dirsə bundan qalmaz. Xlorid turşusuna 2 mol qalar. Bundan 1 mol alındı, bundan da 1 mol alındı. İndi yoldaşlar, xlorid turşusunu bir dənə dissosiasiya elətdirsək, çünki söhbət iondan gedir. H müsbət, xlor mənfi. 2 mol əlində ionum qalıb deyə, deməli 2 mol H müsbət ionu, 2 mol da xlor mənfi ionu. Gümüş bir xlorid çöküntüdür. Onu ionlara dissosiasiya eləmək olmaz. Nitrat turşusundan da 1 mol qalıb. H müsbət üzərinə gəlsin NO3 mənfi. İndi yoldaşlar, bir dənə baxaq. Hidrogenim əvvəlcə nə qədər idi? H xlorda 3H müsbət ionu var. Elə nə qədər qaldı? 2. 3-dən 2-yə düşdü. Yəni fikir verək, tam sərf olunmadı. Müəyyən qədər sərf olundu. Tutaq ki, 3-dən 2-yə düşüb. Sonra nitrat ionuna bir dənə baxaq. Nitrat ionu 1 mol idi. Nitrat ionundan NO3 ionundan elə 1 mol qaldı. NO3 ionundan elə 1 mol nitrat turşusu qalıb. Alnına baxıb 1 mol qaldı. Deməli ola bu 3 onda NO3 ionudur.
Bu 2 xlor mənfi iyondur. Tamamilə yox olan yoldaş da gümüş müsbət iyondur. Çünki gümüş çöküntünün dibindən keçir, məhlulda sonda gümüş qalmır. Bizdən soruşur hansı qrafiklər anyonlara aiddir? Cavab 2 ilə 3. B variantı olacaq. 36-cı suala baxaq. Hansı maddələr suda həll olunur? Yadda saxlayın. Natriumun, kaliumun, ammoniumun və nitratın bütün iyonları suda həll olur. Məsələn, 1 ilə 4 həll olur. Cavab olur 2 ilə 3 Y variantı. Oksidaşici xassənin artma sırası. Yoldaşlar, biz bilirik ki, flor, xlor, brom, yod istiqamətdir. Bu istiqamətdə reduksiya edicilik artır, əksinə oksidaşdiricilik artır. Yod, brom, xlor, flor. Onda cavab 37-də olacaq D variantı. 38-ci suala baxaq. Əlimizdə var bir kalsium oksid, bir də var kalsium hidroksid. Buna bir X mol desək, buna bir Y mol desək, kalsiumun kütləsini verib 160. Kalsium birincidə nə qədərdir? 40X. Üzərinə gəlsin 40Y ikincidən. 50-160. Hər tərəfi 40-a bölsə X plus Y bərabər 4-ə. Oksigenə baxaq. Burada nə qədər oksigen var? 16X plus 32Y bərabər 96-ya. Hər tərəf 16-ya bölsə X plus 2Y bərabər 96. Bunu gətirək mənfi ilə. Bax, bunu mənfi ilə gətirək burada yazaq. Mənfi X minus Y bərabər mənfi 4-ə. Burada 16. Yox, burada 16-ya bölsək neçə eləyir? 6. X-dar getdi, Y bərabər 2-yə. Y 2-dirsə, X da 2-dir. Bizdən soruşur 2-nin qarşılıqda nə qədər? 2-nin qarşılıqda 2 mol kalsium oksid var. 2-ni də vurarıq kalsium 40, oksigen 16. 2-ni də vurarıq 56-ya. Cavab 112. Cavab C variantı olar. 39-cu sual. Hansı biləşmənin tərkibində azot atomu yoxdur? Naşatır spirtinin formulu NH4OH, azot atomu var. Karbamidin formulu CONH2, 2 dəfə azot atomu var. Piritin formulda dəmir S2, azot atomu yoxdur. Cavab Y variantı. 40-cı sual. Biz bilirik ki, gümüşün nitrat turşusuna reaksiyasını gümüş bir nitrat, argentium NO3, üzərinə gəlsin NO2, üzərinə gəlsin su. Maddələrimiz Y ilə Z, onda X olacaq su. Çünki burada azotun oksidaşma dərəcələri verib. Azot burada müsbət 5-dir, burada da müsbət 4. İndi N böyükdür M-dən. N, M, N-ə uyğun Y maddəsidir, o birisinə də uyğun Z maddəsidir, tapdıq. İndi buradan NM-ləri silək. İndi baxaq, X-in parçalanması, suyun parçalanmasından hidrogen oksigen alınır, bu yanlışdır. X plus Z. NO2 ilə suyun reaksiyasından bəli, HNO3, HNO2 alına bilər, 2 doğrudur. Y plus H xlor. Bəli, yoldaşlar, gümüş bir nitrat, argentium NO3 bayaq yazdığımız tip reaksiyadır. H xlorla xlorid turşusu nitratı sıxışdırıb çıxarır. Burada alınır argentium xlor plus H, NO3. 3 də doğrudur, 2 doğrudur, 3 doğrudur, 2 doğrudur, 3 doğrudur, cavab qalır 40-da A variantı. Davam eləyək 41-ci sualla. Görək nə verib. Doymuş alifatik aldehid, tutaq ki, CnH2nO tam oksidaşmasından alınır. Yoldaşlar, aldehidin oksidaşma məhsulundan alınır nə? Karbon turşusu. İndi baxaq yoldaşlar. Fikir verək, kütlə M-dən M plus 4-ə gəlib. Artım nə qədərdir? 4 qram. Öz kütləsi M olanda artım 4 qram olubsa, yoldaşlar, bir dənə reaksiya fikir verin. Oksigen qram, 16 oksigen qədər artım var. Yazıram 16 qram artım olan zaman maliyyə kütləsində verib X. Bizdən X-i soruşur. X bərabərdir 16M bölünsün 4, o da bərabərdir 4M. Sualın düzgün cavabı 41-də eləyəcək B variantı. Gələk 42-ci suala. Hidrogen sulfit qazı və azotdan ibarət qaz qarışıqdır. H2S və N2. Qaz qarışığından alınan H2SO4-ün kütləsi. Gəlin molla işləyə istəyirsiniz. 112 ya da heç molla işləməsəydi. O sulfat turşusu. Yoldaşlar, aydındır ki, hidrogen sulfitdən əmələ gələr sulfat turşusu. Bunun 22,4 litrindən 98 qramdırsa, sulfat turşusunu verib 245 qram. Bura bir yazaq X litr. Buradan X nəyə bərabərdir? Deməli, X bərabərdir nəyə? 22,4-ü 22,4-ü vururuq 245-ə, böldürük 98-ə, 56 litr. Deməli, bu qarışıqda 56 litr hidrogen sulfit var imiş. Başlanğıcda ikisi 112, deməli, həmçinin 56 litr də budur. Azotun həcm payı, yoldaşlar, əgər bunların həcm bir-birinə bərabərdirsə, aydındır ki, həcm payları da bir-birinə bərabər olacaq. Deməli, 50%, 50%.
42-də cavab edir C variantı. Keçək 43-cü suala. Hansı maddələr reaksiyada kükürt reduksiya olunur? Yəni kükürt atomu olur oksidləşdirici. Əsasən metallarla reaksiyalarda kükürt atomu olacaq oksidləşdirici. Cavab 43-də D variantı. Birini yazıram. Kalium plus kükürt alınır. Kalium 2S. Fikir verir. Kükürt sıfırdan gəlir mənfi 2-yə. Elektronu alıbsa oksidləşdiricidir. Reduksiya olunur. Gələk 44-cü sual. Bu da hər il demək olar 4-cü qrup səviyyəli bir sualdır. Yazırıq fosforit mineralı kalsium 3 PO4 2 dəfə üzərinə gəlsin kvars qumu, yəni silisium O2, üzərinə gəlsin kokus karbon. Alınır kalsium silisium O3, üzərinə gəlsin fosfor P4, üzərinə gəlsin CO. Yoldaşlar fosfor 2-də bura bir 2 yazdıq, kalsium 6-da bura bir 6 yazdıq. Silisium 6 oldu, bura 1 6 yazdıq. Oksigenə baxaq. Deməli 4 dəfə 2 8 16 16 12 28 18-i getdi. Deməli bura 10 qalır. Onda bu da oldu 10. İndi baxaq A böyükdür B-dən, böyük C-dən. Deməli A 10-dur, B 6-dır, C də budur. A-ya uyğun X maddəsidir, B-yə uyğun Y maddəsidir, C-yə uyğun da Z maddəsidir. İndi hansı reaksiyalar getmir? X plus hidrogen. CO hidrogenlə yoldaşlar, CO hidrogenlə müxtəlif cür reaksiyalar gedir. Aldehid verə bilər, metil spirti verə bilər, metan su verə bilər, etilen glikol verə bilər. Bu reaksiya gedir. Biri götürə bilmərik. Bir getdi, bir getdi, bir getdi. 2 nədir? Z. Z nədir? Fosfor. Bəli, fosfor hidrogenlə reaksiya daxil olmaz. 3 Y. Y nədir? Y. Kalsium metasilikat. Kalsium metasilikat çöküntüdür. Su ilə reaksiya daxil olmaz. Onda alacaq cavab 2 ilə 3. 4-ə baxaq. Z. Bəli, fosfor P4 oksigende yanır. P2O3 də verə bilər, amma əsasən P2O5 verir. Ona görə 2 ilə 3, 44-də cavab A variantı. 45-ci suala baxaq. Yəni yoldaşlar, bunda C1V1 üzərinə gəlsin C2V2 bərabərdir. Burada C son vurulsun V1 plus V2 düsturdan hesablaya bilərik. Bax, C1 V1 necə eləyək? Gəlin molyar verdiyinə görə litrə çevirir. 0,2 vurulsun, daha doğrusu 4 vurulsun 0,2, üzərinə gəlsin C2, X vurulsun 0,4 bərabərdir C son. Yəni C sonun 2 molyar da vurulsun 0,6. Buradan 0,8 üzərinə gəlsin 0,4X bərabərdir 1,2-yə, 0,4X bərabərdir 0,4-ə, X də bərabərdir elədir 0,1. Bəs nəyi səhv yazdıq? 0,1 molyar. Nəyi səhv yazmışıq uşaqlar görəsən? Yoldaşlar 0,4-ü 0,4-ə böləndə 1 eləyir. Cavab Y variantı. Diqqətli olmaq lazım. Görürsünüz, kiçik səhvlər eləyirik. 2 metil propen, metan, etan, propan. 2 metil propendirsə belə, hidrogenləri düzəldək. Burada ehtiyac yoxdur. Yoldaşlar, SP3, 2 metil propen molekulunda SP3, İndi bu SP3 yəqin ki S-dir, belə başa düşürəm. SP3 S orbital örtülməsi nəticəsində yaranmış rabitələr, molekuldakı ümumi rabitələr neçə faizini təşkil edir? Bax uşaqlar, SP2, SP2, bax bu SP2-dir, bu da SP2-dir, bu SP3-dür, bu da SP3-dir. SP3S, yəni 3-ü burada, 3-ü burada. 6-nı bölürük ümumi rabitələrin sayına. 2, 3, 4, bax 2, 3, 4, 5, 6, 6-nın da üstə 6, 12 vurulsun 100, elədi cavab 50%. 46-da deyim, görünən səhvlik yoxdur, yoxdur. 46-da cavab A variantı. 47-ci suala baxaq. Maddələr dönmüş bir atomlu alfatik spirt, molekulda karbon atomlarının sayı N. Molekulda ümumi atomların sayı, bu nədir başa düşmədim? Maddələr doymuş bir atomlu alfatik spirt, CN, H2N topla 1, OH. Bir də X hər hansı bir maddədir. Molekulda karbon atomlarının sayı hər ikisində eynidir. Molekulda olan atomların ümumi sayı
İndi yoldaşlar, bu nədir? Bu n-1-dir yoxsa n+1? Mən bir dənə bunun kitabçada baxım görüm, bu n-1-dirmi, n+1-dirmi? Bir dənə gözləyin. Davam edək uşaqlar. Deməli 47-ci sualla. Bu 47-ci sualda bura n-1-dir. Deməli, dönmüş bir atomlu alifatik spirt CnH2n topla 1 OH-dir. İndi burada molekulda atomların ümumi sayını m verib. M bərabərdir. Burada nə qədər atom var? 3n topla, deməli 1, 2, 3. 3n topla 3. İndi yoldaşlar, molekuldakı atomların ümumi sayı m-dir. Bu X maddəsində də bundan bir vahid az. Yəni X maddəsində də onda olacaq m bərabər n-1 sayda olduğuna görə olacaq 3n topla 2. Yoldaşlar, 3n topla 2 sayda məsələn, atom olan hansı birləşmələr ola bilər? Aydın ki, alkanlardır. Bax, CnH2n topla 2. Bir dənə bax, 3n topla 2. Deməli, cavabım alkandır. İndi X karbohidrogen, yəni tapıram ki, X-im alkandır, CnH2n topla 2. X karbohidrogenin molekulunda polymer kovalent. Yoldaşlar, yəni karbon hidrogen arası polymer kovalent rabitələrin sayı 2n topla 2-yə bərabərdir. Cavab eləyəcək B variantı. Və yaxud da biz necə deyirdik? Polymer kovalent rabitələrin sayı 2n-dən hesablanır. Bax, karbon neçə hidrogen birləşir? 4 dənə. N-in 1 olanda 4 olan cavab. 2 dəfə 1, 2 plus 2 elədi 4. 2-nin topla 2. Cavab eləyir 47-də B variantı. 48-ci sual. Hansı birləşmənin bir molun parçalanmasının daha çox oksigen alınar? Magnezium nitrat, magnezium NO3 2 dəfə. Parçalanır magnezium oksid, üzərinə gəlsin NO2, üzərinə gəlsin O2. Dedik, bura bir 4 yazırıq, bura bir 2 yazırıq, bura bir 2. Bunun ikisindən biridirsə 1 molundan 0,5 mol burada hidrogen alınır. Kalium xlorat, kalium xlor O3. Mangan O2 iştirakından parçalanır kalium xlora, bir də oksigenə. Bura bir 3 yazırıq, bura bir 2 yazırıq, bura bir 2. 2-dən 3-dürsə, 1-dən 1,5-dir. Kalium NO3, kalium nitrat alınır kalium NO2, üzərinə gəlsin O2. Bura bir 2 yazaq, bura bir 2 yazaq, düzəldi. İndi 2-dən 1-dirsə 1-dən 0,5-dir. Civə 2 nitrat, yoldaşlar civə 2 nitrat, elə fikir verək. Yox, onu kənarda yazaq. Civə 2 nitrat, civə NO3 2 dəfə. Burada alınır civə plus NO2 plus O2. Bura bir 2 yazdıq, oksigen 6 düzəldi mi? Azot 2, oksigen 6 düzəldi. Bunun 1 molundan elə 1 mol. Kalium permanganatda kalium mangan O4-ün parçalanmasından alınır kalium 2 mangan O4. Üzərinə gəlsin mangan O2, üzərinə gəlsin O2. Bura bir 2 yazırıq. Düzəldi. 2 mol, onda 1 molundan 0,5 mol alınacaq. Ən çox cavab C variantı. 49. A, B maddələridir. Verib ki, A maddəsi B ilə müxtəlifçisi qarşı əmələ gətirir, yəni həll olunur bir-birində. B maddəsi mayedirsə, A maddəsi mayenin bərkdə həll olmayan qarşılığını ayırmaq üçün ayrılma üsulu. Burada rotma üsulundan istifadə olunur. Mayenin bərkdə həll olmayan qarşılığı. Deməli, ayrıcı qıfla bərki ayırmaq olmaz axı. Maye ilə mayeni ayırmaq olar. Elə cavab D variantı. Fikir verək, X maddəsi mayedir. Mayenin mayede həll olmayan, yəni müxtəlifçisi qarşılıdır. Ayırmaq üçün ayrıcı qıfdan istifadə olunur. 49-da cavab D variantı. Z duru ilə sink duru ilə hidrogen verir. Qatı ilə də hidrogen verir. Hansı ola bilər yoldaşlar? Yəni burada sulfatla ortofosfat yox, sulfatla nitrat ola bilməz. Çünki sulfatın qatısı ilə sink S verir, SO2 verir, H2S verir. Nitrat da yəni heç vaxt hidrogen verə bilmir. Ona görə cavab qalır 2 ilə 4. 50-də cavab B variantı. Gör necə rahat bir sualdır. 51-ci sual. Alüminium nitratın parçalanır. Alüminium 2O3, NO2 plus O2, NO2 natrium karbonatla natrium nitrat karbon qazı,
karbon qazda amoniakla reaksiya daxil olur, CO NH2 ilə 2 dəfə karbamid verir. O da cavab 51-də eləyəcək B variantı. CNH2-nin toplam 2 molekulunda rabitələrin ümumi sayını müəyyən edin. Yəni yoldaşlar, söhbət alkanlardan gedir. Alkanlarda fikir verin, bütün rabitələr, belə deyək də, rabitələrin ümumi sayı. Bax, tutaq ki, metan, fikir verək, N-in nəyə bərabərdir? 1-ə. Burada neçə rabitə var? 4. N-in 1 olanda 4 olan cavab. Hər ikisində ödəyür belə baxanda, məsələn, A variantında da, Y variantında da. Amma ümumi rabitə onsuz alkanlarda hamısı sigma rabitədir. 3N topla 1 ilə. Alkanların ümumi formulu nədir? CNH2-nin topla 2. Alfatik karbohidrogenlərdə sigma rabitələr atomların cəmindən bir çıxmaqla hesablanır. O da eləyəcək 3N plus 1. Cavab 52-də eləyəcək Y variantı. 53-cü suala baxaq. Hər 3 qabda 100 qram 16% mis sulfat məhlul olduğu nəzərə alaraq, yəni 16 qram. Yəni 16 qram hər birində mis 2 sulfat var. Metal lövhələr üzərində toplanan mis metalının kütlələri cəmini qramla hesablanan praktik çıxım 100%-dir. Birinci qaba dəmir üzərinə gəlsin mis 2 sulfat əlavə eləsək, dəmir misi çıxardar. Buradan alınan mis SO4 üzərinə gəlsin dəmir. İndi deyir, metal lövhələr üzərində toplanan mis metallarının, metal lövhələr üzərində toplanan mis metallarının kütlələri cəmi. Dəmir üzərinə gəlsin, yəni bura mis birləşir da. Nə qədər 64 qram mis gəldi, bura birləşir. Və yaxud da yoldaşlar, mən nə yazdım? Elə reakt deyirəm, nə isə səhv yazmışam. Bir dənə fikir verək. Buradan alınacaq dəmir SO4 üzərinə gəlsin mis. 160 qramla 64 qramdırsa, 16 qramla nə edəcək? 6,4. Bunu buradan tapdıq. Sonra gümüş üzərinə gəlsin mis SO4. Yoldaşlar, bu reaksiya gedərmi sizcə? Metalların aktivlik sırasına görə gümüş misdən pasivdir. Bu reaksiya getməz. Amma sink misi sıxışdırıb çıxarda bilər. Sink plus mis SO4 alınır. Sink SO4 plus mis. 160 qramından 64-dürsə, hər birində eyni miqdardadır. 16 qramından 6,4. 6,4 burada, 6,4 burada. Eləyəcək 12,8 qram mis. Amonium dixromatın parçalanma təmini verilmiş. Cədvələ əsasən neçə kilojol ayrılar? Baxaq. NH4 2 dəfə xrom 2O7 parçalanır. Deməli, xrom 2O3 üzərinə gəlsin azot, üzərinə gəlsin 4 molekula su, plus 500 kilojol enerji. Baxaq, fərq nə qədərdir? Kütlə fərqi 40 qram. İndi bir dənə, bax, amonium dixromatla nəyin fərqi? Xrom 2O3-ün fərqini bir dənə hesablayaq. 252-dən çıxırıq 152-ni, fərq eləyir 100 qram. 100 qram fərq olan zaman cədvəl neçə kilojol isti ayrılır? 100 qram fərqə 500 kilojol istilikdirsə, fərq nə qədərdir? 40 qram. Yazıram 40 qram fərqə bir x kilojol. Buradan x bərabərdir 40 olsun 500 bölünsün 100. Nə qədər eləyəcək? Bununla bu ixtisar gedər 200. 200 kilojol. 55-ci sual. X və Z maddələri üçün asetilenin aktivləşmiş kömürlə alınır benzol C6H6. Benzolun etilenlə reaksiyasından alınır etil benzol. Etil benzol belə yazaq. C6H5 CH2 CH3 onunla dehidrogenləşməsindən alınır sitrol C8H8. İndi hər ikisi üçün fərqli olanları soruşur. Gəlin baxaq. Molekulda hidrogen atomlarının sayı, bəli, benzolda 6-da, sitrolda 8. Bromlu suyu rəngsizləşdirmələri, bəli, çünki benzol bromlu suyu rəngsizləşdirmir, amma sitrol bromlu suyu rəngsizləşdirir. Karbon kütlə payı, yoldaşlar, karbon kütlə payı eyni olacaq. Çünki birincidən hər tərəfi karbondan altını çıxartsaq,
sadə formulu CH-dır. İkincidən 8-i çıxartsan CH-dır. Deməli, kütlə payı ortaqdır hər ikisi üçün. Karbon atomunun hibrid vəziyyəti hamısında karbon atomunun hibrid vəziyyəti hamısında sp2-dir. Bütün karbon atomları polimerləşə bilmələri. Stirol, polistrol əmələ gətirir, amma benzol polimerləşmir. Ona görə cavab olur 1-dir, 2-dir, 5-dir. 55-ci suala baxaq, 56-cı suala baxaq. Alüminium 1 mol alüminium hidroksid, alüminium OH 3 dəfə. Üzərinə gəlsin sulfat turşusu. Elə yoldaşlar 8 atom veribsə, bu reaksiyanın alınacaq. Bax, OH-ın ikisi ilə H-ın ikisi 2 mol su verdi. Yerdə qalır alüminium, OH-dan bir dənə SO4. Bir dənə bax, 1, 2, 3, 4, 4 də burada 8 atom. Bəli, 8 atom. Reaksiya neçə qram sulfat turşusu? 1 mol. 1 mol sulfat turşusunun kütləsi 98-ə bərabər. Deməli, reaksiya 98 qram sulfat turşusu daxil olmuşdur. Davam eləyək 57-ci sualla. Ay maşallah, bu nə sualdır? Maddələr alkan, alken, molekulda karbon atomlarının sayı n-dir, yəni bir-birinə bərabərdir. Onda gəlin belə yazaq. Molekulda birlik karbon atomlarının sayı maksimum, molekullarda birlik karbon atomlarının sayı maksimum olarsa, yəni yoldaşlar, gəl alkanlar, bax, alkanların ümumi formulu CnH2n topla 2-dir. Alken, CnH2n, doymuş alifatik keton. Bax, ketona bir dənə bax, CH3, C2 qat rabitə CH3. Deməli, formulu nə olacaq? C3H6O deyilə, yəni CnH2n-O. CnH2n-O bərabər 186. 14n topla 2, üzərinə gəlsin 14n topla, 14n plus 16 bərabər 186-ya. 14n 42n üzərinə bərabərdir yazaq. 186-dan 18 çıxsaq, 186-dan çıxırıq 18, 168. Burada n bərabər yəqin ki 4 eləyəcək. N bərabərdir, bəli 4-ə. İndi molekulda birlik karbon atomlarının sayı maksimum olarsa, alkanda yoldaşlar 4 karbon olan və birlik karbon atomlarının sayı maksimum olan bu formada düzəldə bilərik. 3 dənə birlik karbon atom var. 2 metil propan. 1-ə gəlir, onda eləyəcək B variantı. İkincidə yoldaşlar alkendir. Mütləq CH2 2 qat rabitə CH olmalıdır. Aydındır ki, CH3-ün biri bura düşəcək. Yəni, birlik karbonu maksimum eləməliyik. Onda bu CH-ı silərik, burada bir CH3 yazarıq. Yoldaşlar, indi yenə burada 3 dənə birlik karbon atom var. Bu olacaq 2 metil propen. 2-yə gəlir D variantı. İndi ketona baxaq yoldaşlar. Keton. Keton da CH3, C, 2 qat rabitə oksigen, CH, CH3. Ancaq bu formada olacaq. Butanon. Yəni, butanon. Butanon 2. Hələ, cavab C variantı ola bilər. B, D, C. Gələk situasiyalara. Görək situasiyalarda nə verilib. Heç bura ehtiyac yoxdur. Kimyaçı ammonium karbonat və ammonium hidrokarbonat duzlarından ibarət 5 mol qarışığı qızdırdı. Deməli, yoldaşlar, əlimizdə var ammonium karbonat və ammonium hidrokarbonat. NH4, HCO3. Yoldaşlar, hər ikisinin qızdırılmasından eyni maddələri alınır, lakin əmsallar fərqi olur. Ammoniyak, karbon qazı, su, ammoniyak, karbon qazı, bir də su. Ammonium karbonatın formunu səhv yazmışıq. Burada bir 2 olacaq. Görək düzəldimi? Hidrogen 6, 8, hidrogen 8, oksigen 3, oksigen düz, azot 2 düzdür. Azot 1, azot 1, hidrogen 5, hidrogen 5, oksigen 3, oksigen 3, karbon da 1. İkincidə də heç bir əmsal yoxdur.
5 mol qaz qarışığını qızdırdı. Qaz qarışığının tam parçalanmasından alınan qarışığı otaq temperaturuna qədər soyutdu. Sonra artıq miqdarda xlorid turşusu məhlulundan buraxdı. Yoldaşlar, gəlin da belə bir şey yazaq. Buna bir x mol desəm, bunun x molundan 2x qədər bundan alınacaq. X qədər bundan alınacaq, x qədər də bundan alınacaq. Buna bir y mol desəm, y qədər bundan alınır, y qədər bundan alınır, y qədər bundan alınır. Və ikisi bir yerdə, yəni x plus y də 5-dir. Riyaziyyatla işləyək. Sonra artıq miqdarda xlorid turşusu. Yoldaşlar, xlorid turşusuna reaksiya daxil olan su daxil olmaz, karbon qazı daxil olmaz. Xlorid turşusuna reaksiya daxil olan olar ammonyak. Həm burada ammonyak var, həm burada ammonyak var. Ammonyak üzərinə gəlsin H xlor. Eləmi? Alınır NH4 xlor. O cümlədən o bir reaksiyanın ammonyakı üzərinə gəlsin H xlor. Burada yenə alınır NH4 xlor. Eləmi? İndi yoldaşlar, birincidən 2x dəyişək rəngi. Birincidən 2x qədər idisə, bundan 2x qədər bundan daxil olar, 2x qədər bundan alınır. Bundan y qədər idisə, y bundan daxil olar, y də bundan əmələ gələr. İndi, sonra artıq miqdarda xlorid turşusuna buraxdıqda qaz qarışığının mol sayı 2,4 dəfə azaldı. Yoldaşlar, əvvəlki qaz qarışığımız nə qədərdir? Gəlin birinci onu hesablayaq. Bax, birincidə nə qədər qaz var? 2x plus deməli qaz qarışığı. Bax, aha, bax, birincidə əvvəlcə bizim nə qədər qaz qarışığımız var? Əvvəlcə, bax, əvvəlcə budur. Deməli, 3x plus 2y qədər. Bu əvvəlki qaz qarışığımızdır. Bölünsün. Sonraki qaz qarışığımızda uşaqlar artıq ammonyak olmur. Çünki ammonyak H-xlorla reaksiya daxil olur. Yalnız nə olur? Karbon qazı. X plus y bərabər neçə? 2,4-ə. Buradan 3x plus 2y bərabərdir 2,4x plus 2,4y-ə. Bunları hesablamaq lazımdır. 3x-dan 2,4x çıxdıqda 0,6x bərabərdir 0,4y-ə. 6x bərabərdir 4y-ə. 3x bərabər 2y. Buradan da alınır x bərabərdir 3, x bərabərdir 2, y bərabərdir 3. Həqiqətən x-in yerinə 2, y-in yerinə 3 desə eləyəcək 5. Tapdıq ki, birinci qaz qarışığımızda 2 mol ammonium karbonat, 2 mol, yəni x, yəni 2 mol ammonium karbonat, 3 mol da ammonium hidrokarbonat var. İndi 58-ci sual. Xlorid turşusu ilə reaksiya daxil olan qaz üçün cavab vərəqindəki cədvəli tamamlayın. Yəni, məlumatım yoxdur cavab vərəqində nə var. Qalsın, yəni. Ammonium karbonat və ammonium hidrokarbonat duzlarının ammonium karbonat və ammonium hidrokarbonat duzlarını qızdırıldıqda bərk maddənin mol sayının zamandan asılılıq qrafikini, yəni yoldaşlar, hər ikisi tamamilə parçalanır. Tutaq ki, ammonium karbonat üçün, məsələn, ammonium karbonat üçün nü 1 yazıram. Zamanın asılılıq qrafiki tamamilə ammonium karbonat parçalanır. Yadınızdadır, dedik ki, burada su, qaz, yəni bu azalma verir. Ammonium karbonat 2 mol tapmışdıq. Ammonium hidrokarbonat da yoldaşlar 3 mol tapmışdıq. Yəni bu da nü 2-nin zamanın asılılıq qrafiki. Mol sayının zamanın asılılıq qrafiklərini cavab vərəqində tərtib edin. Yəqin ki, belə bir şeylər olacaq. 60. Və bunları hesablamağa nəyə ehtiyac oldu? Mən onu başa düşmədim. Ammonium karbonatın və ammonium hidrokarbonatın parçalanmasından sonra alınan suyun mol sayını. Hə, yoldaşlar. Bax, x mol su alınır. Y molda x mol su buradan alınır. Bax, fikir verək, rəngi dəyişim. Yaşıl olsun. Fikir verək, nə qədər su alınır ümumilikdə? X plus y qədər. X plus y qədər su alınır. Elə x plus y-in cavabı nə idi? 5. Yəni 2 plus 3 elədir 5 mol.
Amonium karbonatın 1 və amonium hidrokarbonatın parçalanmasından alınan suyun mol sayını. Bizdən cəmini soruşmur. X qədər buradan alınır. Yəni 2 mol buradan alınır, 3 mol da buradan alınır. 2 ilə 3. Cəm oxudum burada. 2 ilə 3 olacaq. Belə. Bu 58-ci sualda cavab vərəqində nə soruşur? Da orası sizə qalıb. Yəni maraqlı belə bir situasiya idi.